Hoş gördük hamını. Demek ilk dəfə də çaydan gələn sudak balığı pişirdim. Çox dadlıydı. Kartof. Bu qəşəng balıq kızartmamız. Bu da soğan və nar. Burada bir dənə sizə sir deyim. Bilmirəm, bəlkə bilirsiniz, amma mən özüm öz yanımdan elədim. Yaman dadlı oldu. İlk dəfə də balığı belə pişirdim. Balığı duzladım, sarı köklədim, duru yağ tökdüm. Bir də əsas sarımsaq. Sarımsağı əzib töksəz daha qəşəng olar. Belə deyim də, nə deyirlər ona, tapsam adını. Sos kimi eləmək lazımdır hamısını. Sonra balıqları qəşəng onda qoyursunuz. 1 saat, 2 saat qalır belə bastırmada. Və balıq qızaranda sarımsaq ona o qədər gözəl dad verir ki, İnanmazsınız, çox gözəl, çox möhtəşəm. Allah olmayanları da yetsin. Bu arada biz balığı çox nadir halda ildə bir dəfə yeyirik deyən balığı görəndə sevinirəm. İlk dəfədir ki çay balığı yeyirəm, yəni süni balıq deyil, çox qəşəngdir, çox gözəldir. Getdim gerisini pişirməyə, paylaşdım ki bilməyənlər bilsin. Hələlik sağ olun.